Salam, yeniden kanalımıza hoş geldiniz. Nədən danışmaq istəyirəm? Deməli, iki cür düşüncə var insana ait. Və bu iki cür düşüncənin birincisi insanın insan olmasından və bu düşüncənin yanlışlığından gəlir. Bu iki cür düşüncə məsələn iki fərqli yerə ayrılır. Birincisi monoteist dinlərdir. Xristianlıq, Yahudilik, İslam. Digəri məsələn Daosizm və Dzogchendir. Dzogpa, Çekpa. Bunların ikisinin fərqi nədir? Və bunları fərqləndirən əsas düşüncələrdən biri nədir? Həmin bu yanlış düşüncədən danışacağım. Bu yanlış düşüncə təməldir və qeyd elədiyim kimi təməldə yanlış düşüncə varsa, bu yanlış düşüncəni siz məntiqli olaraq böyütsəz, ürütsəz, davam elətdirsəz belə o yenə də yanlış olacaq. Niyə görə? Çünki düşüncənin özü yanlışdır. Məsələn, Daosizmdə insan əsas varlıq deyil. Dzogchen'də insan əsas varlıq deyil. İnsan sənin içində ola biləcəyin ən belə perspektiv varlıqlardan biridir. Amma o demək deyil ki, o mükəmməldir və yeganə bir varlıqdır. Ali bir varlıqdır. Bu Dzogchen'də belədir. Daosizmdə sən çevrilmələrin içərisindəsən. Sən hər an bir şeyə çevrilə bilərsən. Hər an bir şey ola bilərsən. Daimi, əbədi Dao çayının axınıdır. Dao çevrilmələrdir. Həyatın prosesləridir. Kainatdır, kosmosdur, daimi çevrilmələrdir. Bu üç monoteist dində isə sanki bütün kainat insan üçün yaranılıb. Yəni hər bir şey insan üçün yaranılıb. Yəni bunu bilməlisiniz ki, bu düşüncəni onlara Allah deməyib. O coğrafiyada yaşayan insanların özlərinin sağ qalması üçün və həyatı qavraması üçün, yaşaması üçün uydurduqları və özləri üçün rahat saydıqları bir fəlsəfədir. Bu din deyil, bu da hər bir şey bir fəlsəfə kimidir, bu da fəlsəfədir. Və onlar özlərini insan sayır və hesab eləyirlər ki, içlərində nəsə günah var. Məsələn, bu dinlərdə sən günahkarsan. Məsələn, ola bilər İslam dinində Adəm və Həvva günahlarından azad edildi. İndi sən günahkar da olmursan, amma yenə də deyir ki, yəni həyat boyu günahları yığırsan. Xristianlıq deyir ki, sən ümumiyyətlə doğulandan günahkarsan. Yahudilikdə də bu günah refleksi var. Yəni bunun tarixinə gedib dərindən bunu araşdırmaq olar, amma mən sizə istəsəz bu barədə danışmaq olar, amma mən istəyirəm ki, daha çox diqqətinizi bu tərəfə yönəltməyim. Tarixi baxımdan, məntiq yürütmək baxımından yox. Biz həqiqəti ortaya çıxartmağa çalışırıq. Və özlərini birincisi insan hesab edirlər, ikinci yəni kainatın ən ali varlığı, Allah elə bil bütün hər şeyi iyerarşini yaratdı ki, bunları axırda yaratsın. Məntiqlərində əsaslananda insan ən axırıncı varlıq hesab edilir, düzdür? İndi sual vermək olar ki, əgər sən ən ali, ən möhtəşəm varlıqsansa, səni gərək mələklərdən əvvəl yaratmalıydılar, düzdür? Niyə səni ən axırıncı yaradırlar ki? Birinci kral gəlir. Amma onların düşüncəsində bu belədir. Bu da nə deməkdir? Bu da o deməkdir ki, günahkarsan, yəni səhvsən də, səndə səhvlər var və nə etmək lazımdır? İndi məntiqi ardıcıllığa baxın. Bunların, yenidən deyirəm, yanlış düşüncədən ürütdüyü, təkamül etdirdiyi düşünmə sisteminə baxın. Mən ardıcıllıqla gedirəm, siz də bunun nə demək olduğunu anlayacaqsınız təbii ki. İndi sən insansan, günahkarsan. Günahlardan təmizlənmək lazımdır. Sənin içində iblis var, nəfs var.
Nə etmək lazımdır? Nəfs mərtəbələri olmalıdır, praktikalar olmalıdır, asketizm olmalıdır, askez olmalıdır. Və xristianlarda səhralarda məsələn 40 il yaşayan insanlar var idi. Və sən özünü iki hissəyə, parçaya bölürsən. Bu Allahın tərəfində olmaqdır, bu isə iblisani tərəfdir. Və döyüş gedir. İllər boyu səhralarda sən pis xüsusiyyətlərinlə aqressiyadır, paxıllıqdır, qısqancılıqdır, qəzəbdir, həyatın mənasızlığıdır, kədərdir, ağrıdır, acıdır. Bunları pis sayaraq, bunları iblisdən sayaraq, onlarla mübarizə aparırsan illər boyu. Xristianlıqda bu səhralarda, monastırlarda keçən bir çətin, dəhşətli bir mübarizədir. Şəhvətlə də mübarizə gedir. İslamda necə idi? İslamda da nəfs mərtəbələri var. Şəriət, mərifət, təriqət, həqiqət, belə-belə qalxmalısan. Niyə görə? Çünki bu sistemlər məhz, məsələn, hansısa insan, tutaq ki, Bəyazıd Bistami bu yolla getdi. Gördü ki, bu həqiqətə çıxartdı məni. Və bu insan düşünür ki, heç düşünmür, o çox vaxt elə şeylərə fikir verir. Onun arxasıca gedənlər, tələbələr düşünür ki, bu yolda belə getmək lazımdır. Bunu belə qurmaq lazımdır. Yəni bu nəfs mərtəbələri, məktəblər, ruhani yollar nəfsi sanki məğlub etmə prosesində iştirak edən bu təkamülləşmiş düşüncə silsilələri necə yaranır? Tarixdən, yəni nədən asılıdır? Tarixdən asılıdır, öyrədən müəllimdən asılıdır, sənin yaşadığın coğrafiyadan asılıdır. Məsələn, ən rahat yollardan biri Cəlaləddin Ruminin məktəbində idi. Çünki o şərq mistikasına daha yaxın idi. Orada nə etmək lazım idi? Yəni 3 il sən bir təhsil keçirdin də, bir öyrənmə prosesində idin. Amma bunlarda xristianlıqda çətindir. Və ən əsası da heç kəs sənə qarantiya vermir. Quranda belə demişdim ki, bir videoda Allah sənə qarantiya vermir. Yəni qarantiya yoxdur. Məsələn, İslama görə sən burada Allahın lütfünün nurunu qazana bilməyəcəksən. Mütləq axirəti gözləmək lazımdır. Yaxud da ki, xristianlıqda ümumiyyətlə verildi, verilmədi. Yəni əsas qiyamət günüdür də, qiyamət gününə qədər gözləyə görə nə olacaq? Cənnətə gedirik, getmirik. Eyni şeydə demək olar ki, bu düşüncələrin, fikirlərin kökənlərində yatan Yahudi dinindən gələn fikirlərdə kökən düşüncələridir. Araşdırıb bunun fərqinə varmaq olar. Amma məqsədə çatmaq olmur bu dünyada, düzdür? Sən Allaha bu dünyada çata bilməyəcəksən, özünə qalib gələ bilməyəcəksən, öz içindəki pis xüsusiyyətlərə qalib gələ bilməyəcəksən. Əgər sən həqiqətən də bu özünə qalib gəlməklə məşğulsansa, sən görəcəksən ki, məsələn, sən şəhvətinə qalib gəlmək istəyirsən, amma ağlın varsa, sən başa düşürsən ki, bu biologiyadır. Və ən tupoy düşüncə buradadır ki, analiz getmir. Burada Sakrat oturub analiz eləmir. Burada dindar başlı insanlar min illər boyu, əsrlər boyu yaratdıqları sistemlərlə hərəkət edirlər. Foma Akvinski adında bir filosof var idi, orta əsrdə. Deyirdi ki, İsa Peyğəmbər kimi olmaq lazımdır. Soruşdular ki, bəs bizə nə ləzzət verəcəkdir cənnətdə? Foma Akvinski güya ki, müqəddəs bilirsiniz nə deyirdi? Deyirdi ki, cənnətdə olanda biz digərlərinin cəhənnəmdə necə əzab çəkdiyini görüb həzz alacağıq. Sadizm deyil, bu mazokizm deyil, qəzəb, qisas deyil. Yəni Nietzsche ona görə bu tərəfdən bunları çox yaxşı şəkildə tənqid edirdi ki, bu qəzəbdir, gizli nifrətdir, gizli acıqdır, gizli qıcıqdır, gizlənmiş, bastırılmış negativ duyğulardır da.
bu yaxşı bir nəticəyə gətirib çıxartmır və yaşanılanlar da bunu sübut eləyir. Yəni biologiyadır da bu. Müasir zamanədə məsələn asketizm bir tərəfdən yaxşıdır. Nəyə görə? Özünü idarə eləmək üçün. Tutaq ki, bəli, bu bir tərəfdən yaxşıdır. Məsələn, şəhvətdən qorunmaq, pis vərdişlərdən uzaq durmaq, söyüş söyməmək və s. Bunu eləmək lazımdır. Amma bunu ona görə eləmirsiniz ki, Allah sizə desin ki, ay bala, sən bunu elədin, gəl mən göyləri açım, oradan sənin üzərinə pul atıb. Sən Allahla ticarət aparmırsan. İslam dini amma deyir, yaxşılıq elə, bir dənə elədin, tık 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 tık, orada hesablarlar. Sonra pislik elədin, tık çıxdılar, faiz. Niyə görə? Çünki Peyğəmbərin özü tacir olanda onun yürütdüyü fəlsəfi düşüncə də tacirliklə əlaqəli olmalıdır, elə deyilmi? Hə? Təbii ki, elədir. Budda şahənşah idi, ona görə onun fəlsəfəsi belə incə deyil filandır. Bu isə tacirdir. O birisi İsa Peyğəmbər isə ümumiyyətlə şeydir, iş adamıydı da, yəni taxta ilə, o usta kimi bir adam, usta ilə ustalıq eləyirdi. Ona görə onun hekayələri də elədi. Bu adamlara təsir eləyir təbii ki. Ticarət əlaqələri. İndi məsələn mən sizə İslamın tarixindən danışsam, hədislərdə olan provokativ fikirlərdən danışsam, tənqid eləsəm, burada özü, yəni çox asan bir şeydir. Tənqid eləmək, məntiqsizliyi, anormallığı, cahilliyi ortaya çıxarmaq çox asandır. Amma biz bunu eləmirik, biz bu barədə danışmırıq indi. Yəni deyirəm ki, sən başa düşürsən ki, özünlə mübarizə aparmaq, özünə qalib gəlməklə yekunlaşdırılmır. Sən özünə qalib gələ bilmirsən, sən hər dəfəsində özünü aldadırsan. Və elə burada belə göstərəndə onu demək istəyirdim ki, Sakrat olsaydı deyərdi ki, kim kiminlə mübarizə aparır? İblis nədir? Bu nədir? Sən kimsən? Zehin, ağıl dediyimiz, zehin tanrıdır, ağıl iblisdir də. Diskursiv ağıl dediyimiz iblisdir. Sadəcə bu söz formatıdır. İblis deyəndə niyə iblis deyirəm buna? Bu iki boynuzlu varlıq deyil. İkili iradəsi olan varlıqdır. Ona görə deyirəm ki, bu daha çox assosiasiya yaradır. Məsələn, diskursiv ağıl deyəndə sən belə eləyirsən, yatmaq olur. Amma iblis deyəndə sən belə baxırsan ki, ehtiyatlı olmaq lazımdır. Ona görə iblis deyirəm. Diskursiv ağılda da ikili iradə istəyirəm, istəmirəm, yaxşıdır, pisdir. Olar, olmaz. Dostum olsun istəyirəm, xoşbəxt olmaq, sevgi görmək istəyirəm, tək qalmaq istəmirəm, satılmaq istəmirəm, peşmançılıq istəmirəm. Və bu ikisi bir-birinin arasında sən cırılırsan hər dəfəsində. Bu ikisi gəlir, gedir, səni parçalayır hər dəfəsində iki yerə. Sənin öz içində. Bu düşünmə prosesinin, diskursiv ağlın yaşama, var olma səbəbidir. Belə gəlir, gedir. Sən də bunun içindəsən. Sən bu ağlın yaratdığı zindanın içində məhkum olmusan da. Yəni bu sənin matriçandır, taleyindir. İndi isə baxın, bu nəfs mərtəbələri, özünə qalib gəlmək, özünü kamilləşdirmək, İnsani Kamil İbn Ərabi, sonra Nəsimi deyirdi kamil insanım. Kamil insan qorxmur və s. Bunlar nə dərəcədə düzdür? Əgər ən birinci düşüncə mən insanam düşüncəsi səhvdirsə, ona görə məsələn bütün bu orta əsr müqəddəslərini filanlarını yıxsaz,
görəcəksiniz ki, 90% müqəddəs deyil. Sadəcə o dövrün siyasətinə, teologiyasına əsasən, məsələn, bir şeyx vəzifə tuta bilərdi və din çox vacib idi, çox siyasi baxımdan, struktur sistem baxımından çox vacib idi. Yəni, indiki dövrdə vəzifəni bir şeyxin tutması önəmli deyil. Tutaq ki, vəzifəni tutursan, Quranı bildin, bilmədin, şəriətdən, mərifətdən keçdin, bilmədin, heç bir fərqi yoxdur. Amma onda çox vacib idi. Yunus Emre, məsələn, serialında bu göstərilirdi. Yunus Emre, yəni sən hədisləri bilmədən, onu bunu bilmədən sən şey ola bilmirdin, yəni. Vəzifə tuta bilmirdin. Təbii ki, döyüşçüsənsə belə, yenə də müəyyən şeyləri bilməlisən də. Yəni, o dövrdə bu belə idi. Yəni, İslam həm Quran, həm kodeks idi, hədislər filan. Yəni, tarixdir də bu baxımdan girişmək istəmirəm. Özü tarixçi kimi girişib hər şeyi dəqiq başa sala bilərəm. Bu 632-ci ildə bu oldu, Mədinədən bura, nə bilim, astronomiya buna görə inkişaf elədi, İbn Ərabi, Xorezmi, nə bilim, demək olar, amma bu barədə demək istəmirəm. Əsas önəmli fikir ondadır ki, sən insan deyilsən və sən insan olmadığının fərqinə varmırsan, mən kiməm sualını, kim kimə qalib gəlir, bu kimdir, bu kimdir sualını vermirsən deyə sən hər zaman uduzmalısan, uduzacaqsan. Məsələn, səhrada olanların çoxusu dəhşətin içinə düşürdü, qaçırdı evə. Deyirdi, mən gedim evlənim, yaşayayım da. Sufizm daha çox bunlara yaxındır. Daosizmə Dzogchen deyirdi ki, elə bazarda oturub ruhani olmaq olar. İşdə, evdə qab yüyə-yüyəsən, aydınlana bilərsən. Nə edirsən sən yeyib səhralarda gəzmək? O Dzogchen də onu deyir ki, yəni deyirsən elə belə adi işlə məşğul olursan, nə edirsən ora getmək? Sadəcə o dövrün müqəddəslərinin hardasa 90%-i siz o müqəddəs kimi oxuyursa, onların 90%-i sadəcə müəyyən şeylər öyrənmiş, özünü dəhşətli şəkildə aldatmış, illüziyalara qapanmış, egosunu bundan asılı vəziyyətə salmış, yəni tituldan filan, müqəddəs titulundan asılı vəziyyətə salmış insanlardır. Yəni 90% müqəddəslərin müqəddəs deyil, yalançılardır. Bu faktdır da, bu fakt. Necə ki, məsələn, tutaq ki, Mövlana Cəlaləddin Ruminin dövründə çoxlu sayda müqəddəs yaşayırdı, şeyx yaşayırdı, bilikli insanlar yaşayırdı. Amma gördünüz, tək Rumi yadımızda qalıb. Onlar öz dövründə bəlkə də Firon kimi yaşayırdı, amma biz bilmirik onlar kimdir. Çünki boş insanlardır. Rumi özü də belə birisi ola bilərdi. Amma bəxtindən Cəlaləddin Rumiyə rast gəldi, Şəmsəddin Təbriziyə rast gəldi. Dzogchen deyir ki, kim kimə qalib gəlir? Bu mənlik, mən buna, bu mənliyə qalib gələcəm və nə olacaq? Heç nə. Baxın, bu nədir? Bu da mənlikdir, bu da mənlikdir. Yaxşı mən, pis mənə qalib gələcəm və Allah mənə qapıları açacaq. Yaxud da ki, bu mən deyiləm, bu mənəm. Məsələn, siz balaca olanda sizə deyiblər ki, ay uşaq, paxıl olmaq olmaz. Sənin də şuurunda ideya fiks yaranır ki, bu pisdir. Və birdən yolda paxıl bir insan görürsən. Baxırsan ona belə qıcıqlanırsan, acıqlanırsan. Niyə görə? Carl Gustav Jung buna kölgə deyirdi. Çünki sənin içində kölgə var. Sən düşünürsən ki, bu mənim içimdə deyil, bu mən deyiləm.
O pisdir. Əslində isə bu sənin içində var. Sadəcə bastırılmış, işıqlandırılmamış kölgə dediyimiz bir yerdədir. Çünki sən bunu özündə biruzə verməyə icazə vermədin, o isə biruzə verdi. Ona görə o səni acıqlandırır, qıcıqlandırır. Bildiniz? Və bu misal timsalında çox şeydir. Həqiqəti demək, özün olmaq və s. Sən ona görə digər insanlarda gördüklərinlə öz içində gördüyün kölgəni işıqlandırmağa başlamalısan. Və diskursif ağıl, iblis neynir? Deyir, bir dəqiqə. Bax, bu Allahdır, bu sənsən. Toqquşun bir-birinizlə, vuruşun, dalaşın, sən ona qalib gələcəksən. Haydi, irəli. Bunu iblis eləyir. İblis, qeyd elədim, istəyir ki, sən özünü qətlə yetirəsən, düşəsən cəhənnəmə, o da sənin enerjini içsin. Bu bir. İkincisi, iblis istəyir ki, gəl dünyanı parçalayaq iki yerə, sən xeyir və şər, Ormuzd və Ahriman. Yaxud da ki, bu Zevsdir, bu da Kronosdur. Toqquşaq, vuruşaq, dağda qalib gəlib, parçalanma, böyük bir realitənin parçalanmasıdır. Bu parçalanma, sizcə gerçəklikdə bir parçalanma var, yox, gerçəklikdə vəhdətəl vücuddur. Bu parçalanma buradadır. Hətta siz əşyalara baxırsınız, deyirsiniz ki, məsələn, bax, bu stuldur. İndi bir dəqiqə, həmin bu qələmimizi göstərir. Bu qələmdir, bu mənəm. Bu qələmdir, bu mənəm. Bu qələmdir, bu mənəm. Bunu diskursif ağıl yaradır. Gerçəklikdə bu qələmlə sənin aranda bir fərq yoxdur. Sərhəd belə yoxdur. Tutaq ki, deyəcəksən ki, bu buradadır, bu boşluqdur da. Bu boşluq belə yoxdur sənin aranda. Bu qələmi də sən hiss eləyirsən, düzdür? Hiss eləyirsən. Bu boşluğu da dərk eləyirsən, hiss eləyirsən. İncə bir anlayış da olsa, sən onu, bizim beynimiz incə anlayışları qavramaq üçün inkişaf etdirilib. Sən hiss eləyirsən, düzdür? Deməli, bu da sənin içindədir, bu boşluq da sənin içindədir. Bu da sənin içindədir. Bu otaq da, bu da, bu qapı da, bu da hamısı sənin içindədir. Gerçəklik bundadır. Təbii bu ruhani təcrübə lazımdır bunu görmək üçün. Və siz bunu görəndən sonra heç bir sual verməyəcəksiniz. Gedib başqasına deməyəcəksiniz ki, mən Allahı axtarım, mən nəyisə öyrənmək istəyirəm, mənə nəsə lazımdır, yox. Hər şey sənin içindədirsə, sən hara gedirsən, nəyi axtarırsan, kimin dalıca qaçırsan, nə istəyirsən. Deməli, iblis özü ilə mübarizəyə başlayır. Dzogchen və Daosizm deyir ki, sən əvvəlcədən təmizsən, əvvəlcədən möhtəşəmsən. Yəni, sən sonradan gedib kamillik qazanmayacaqsan, sən əvvəlcədən kamilsən. Amma monoteist dinlər, xristiyanlıq, yahudilik, İslam deyir ki, sən gələcəkdə kamil olacaqsan. Bunlar deyir ki, və bunlar həqiqəti deyir, sən əvvəlcədən kamilsən. Sənin təbiətin möhtəşəmdir, kamildir, təmizdir. Dzogchen və Daosizm deyir. Bunlar isə deyir ki, sənin təbiətin çirklidir və sən gələcəkdə nəfs mərtəbələrini aşsan, onu bunu eləsən, sən kamil olacaqsan. Ona görə Dzogchen və Daosizm həqiqətə daha yaxındır, həqiqəti deyil. Bunlar isə yalan danışır. Sən bu nəfs mərtəbələrini aşa-aşa, şəriətdən mərifətə keçə-keçə, sən elə bilirsən ki, sənin egon, nəfsin yox olacaq, yox, daha da güclənəcək. Baxın, siz elə düşünürsünüz ki, məsələn, insanlar gedir bu döyüş kurslarına, çətin ağır o cəhənnəm həftəsi deyilən şeydən keçir. Sizcə onların egosu qırılır orada, yox. Ego daha da bərkir,
ego bərkir. Nietzsche ona görə egoist dediyə nə deyir? Deyir ki, məni nə öldürmürsə, məni gücləndirir. Bunu Nietzsche demir, bunu Nietzsche'nin içindəki həmin o iblis deyir, ego. Məni nə öldürmürsə, məni gücləndirir. Bir insana demişdim ki, yəni Allah azad eləməyəcək də, heç şey eləməyəcək. Belə deyir. Necə yəni deyir, mən Allaha gelib deyəcəm ki, mən bu qədər ibadət elədim, dua elədim. Sən niyə məni azad eləmirsən? Niyə məni buraxmırsan? Bax, insanın egosu belə işləyir. Tələb eləyir. Sən Allaha tabesənsə, Allahın yanına gedirsənsə, Allah sənə desə ki, get cəhənnəm ol o dünyada milyon il yaşa. Sən deməlisən ki, baş üstə çıxıb getməlisən, tabe olmalısan. Amma adam deyir, yox, mən deyəcəm ki, mən illər boyu dua eləmişəm, namaz qılmışam. Anı mənim rahatçılığım, anı mənim cənnətim, anı mənim azadlığım. Belədir. İnsan nəfsi, egosu belə işləyir. Daosizm Dzogchen deyir ki, sənin təbiətin əvvəlcədən tərtəmizdir. Təmizdir, təmizlikdən ibarətdir. Bu nə anlam daşıyır? Bu o anlamı daşıyır ki, belə deyim sizə. Yəni ki, mənim o şuur baxımından dediyim, sənin təbiətin təmizdir. Və sənin təbiətin insan olmaqdan asılı deyil. Sən insan deyilsən. Dao bunun üzərində durur. Məsələn, Mark Aureliyə baxın. O boyda Roma imperiyasının ən böyük imperatoru idi. O düşərgələrdə yazılar yazırdı, özü tək qalanda. Hər zaman ölümdən yazırdı. Öləcəm, gedəcəm, həyat fanidir və s. Hanı? O boyda gücdən istifadə eləmədi. Nə ondan əvvəl, nə ondan sonra elə bir imperator olmadı. Yazılar yazdı, ölümü yada saldı və 58 yaşında 4 övladını itirəndən sonra, o boyda əzab əziyyətlər çəkəndən sonra, imperiyanı biraz qaldırdıqdan sonra, daima ölümlər görəndən sonra insan 58 yaşında dünyadan köçdü. Belə. Nə verəcək sizə həyat? Heç nə. İmperator o gücə sahib olan birisi yoxdur. Ölüb gedib. Bu həyat sizə nə verəcək? Chuanzının belə bir hekayəsi var. Daosizmə aiddir. Deməli, bir dəfə yolla gedir, bir kəllə görür. Baxır bu kəlləyə, deyir ki, sən nə bilirsən ki? Yat, gətirir bu kəlləni evə, insan kəlləsi, yatır. Yuxuya gedir, oyanır, kəlləni görür. Kəllədən soruşur ki, sən yəqin insan olmaq istəyirsən də, sən yəqin geri qayıtmaq istəyirsən. İstəyirsən mən elə eləyim, mən cadugaram da, elə eləyim ki, sən həyata geri qayıdasan. Ailəvin, dostların, yoldaşın yanına qayıdasan. Kəllə bilirsiniz nə deyir ona? Deyir ki, gic danışma. Mən bütün nəsnələrin içində azad, rahat hərəkət eləyirəm. Bütün boşluqların içinə daxil oluram və çıxıram. Sən mənə nə verə bilərsən? Məndə olan azadlıq heç krallarda belə yoxdur. Heç imperatorlarda belə yoxdur məndə olan azadlıq. Məndə olan rahatçılıq, sükut, huzur heç kəsdə yoxdur. Sən bədbəxt, ged özün haqqında düşün. Ondan sonra Chuanzi yuxudan oyanır. Bildiniz? Yəni bu nə idi, nə haqdadır? Onu deyir ki, yəni ölümün, belə deyim də, ölümün böyük azad vermə funksiyası var. Azad etmə funksiyası var. Ölüm azad eləyir. Fərqi yoxdur, cənnətə gedirsən, cəhənnəmə, metafizik yerlərə gedirsən, reinkarnə olursan, haralara gedirsən. Əsas odur ki, var olmaqdan, çərçivələnməkdən, məcburiyyətdən səni azad eləyir. Chuanzi indi baxın, bax bu hekayədə insan və insan metafizikasından danışaq, insan olmaqdan və s.
Güya ki vacibiyyətindən. Şansı yatır, durur və tələbələrinə deyir ki, əziz tələbələrim, mən yuxuda gördüm ki, mən kəpənəyəm, uçuram. İndi isə sual verirəm. Mən kəpənəyəm, gördüm ki, yuxuda uçuram, yoxsa o insandır, gördü ki, o kəpənəkdir ki, gördü ki, yuxuda uçur. Hə? Kim kimdir? O mənəm, ya bu mənəm. Və cavab verilmir. Niyə görə? Çünki hekayə göstərir ki, bu dərk edilməz reallıqda sən həm kəpənəksən, həm də insansan. No problem. Heç bir problem, heç nə yoxdur. Yapışma bu insan olmaqdan. Monoteist dinlərin fəlsəfəsi, ağır yüklü fəlsəfəsi səni insan olmağa, inanmağa tələb elədi və sənə dedi ki, nəfsin var, götür onunla mübarizə apar ki, kamil olasan, o zaman Allah səni qəbul eləyəcək, sevəcək. Bu cəfəngiyyatdır. Daosizm təbiətdən danışır, axından danışır və deyir ki, emosiyalar baş verir. Məsələn, qəzəb yarandı, getdi, paxıllıq yarandı, getdi. Deyir, yəni bunda pis bir şey yoxdur. Dzogchen deyir ki, qəzəbdə, paxıllıqda, qısqanclıqda, ağrıda, acıda, heçlikdə, boşluqda, mənasızlıqda, kədərdə, inciklikdə heç bir dərd, heç bir problem yoxdur. Sadəcə icazə ver, yaransın, yoxa çıxır. Yaranır, çıxır, yaranır. Bax, məsələn, 5 dəqiqə əvvəl danışdığım hanı azad oldu, getdi. Fikirlər azad oldu, düşüncələr azad oldu, deyildi sözlər, yoxa çıxdı. Azad oldu, getdi, düzdür. Bu da bunun kimi bir şeydir. Yapışma bundan, vacibiyyəti artırma. Monoteist dinlər deyir ki, ego var, egoizmlə mübarizə var. Dzogchen deyir ki, nə ego? Burada egoya yer yoxdur ki, hansı ego? Ramana Maharshi Hindistanda ondan görə deyirdi ki, mən kiməm sualını ver. Mən kiməm? Bu fikirlər yarandı, bu fikirlər kimə gəldi? Bu emosiyalar kimə aiddir? Bu, sənin o 1000 dəfə, 1000 il dua eləməyindən daha yaxşıdır. Bu əslində özünü dərk etmə prosesinin başlaması deməkdir. Və Dzogchen deyir ki, sənin içində hər şey, sən mən qeyd elədiyim kimi əvvəlcədən var olan tərtəmiz təbiətin var, o da hüzurdur, hüzur. Daimi hüzur. O yaranmayıb, o iki buynuzdan aslı deyil, o dilemmalardan, diskursiv ağlın ürütdüyü fikirlərdən, düşüncələrdən, konsepsiyalardan, konseptual fikirləşmə qılaflarından, bunlardan azaddır. O hər şeydən azaddır. Fikirdən, emosiyadan, konsepsiyadan, materiyadan, ölümdən, həyatdan, olmaqdan, olmamaqdan, hər iki ziddiyyətdən hər zaman azaddır. O fövqündədir, hər zaman hər şeyin fövqündədir hüzur. Və o daima buradadır. Dzogchen deyir ki, sənin əsl təbiətin, təmiz təbiətin daima buradadır. Daima, daima, daima buradadır. Nəyə çatacaqsan? Elə bil Allah buradadır da. Nəyə çataq? Nəyin dalıyca qaçaq? Nəyə əldə eləməyə çalışaq? Bəli, o insanların təcrübəsi ilə ürütdüyü nəfsi yenmə yollarıdır. Amma bunlar işə yaramır, gördüyünüz kimi. Bu isə səndədəmiş. Hüzur həmişə səndədir. Sən insan deyilsən ona görə. İnsan sadəcə uydurduğumuz ideyadır. Nə vaxtsa mən bu videoların birində çəkdiyim o bir kanallarda başa salmışdım ki, insan sadəcə fiktiv ideyadır. Və burada nəfsə, egoya yer yoxdur. Bəli, mən fikirləri var. Mən var. Deyirik. Mən də deyirəm. Mən. Amma bu mən deyəndə bunun arxasında sizcə bir bərkimiş, sütunlaşmış, formalaşmış, maddiləşmiş bir məfhum var. Heç nə yoxdur. Mən kiməm sualını verəndə sən araşdırıb, analiz edib görəcəksən ki, orada heç bir şey, heç nə yoxdur. Burada dəf ediləsi egoizm yoxdur. Burada məqsəd yoxdur ki, nəyəsə çatacam, çatılası bir şey də yoxdur.
Gediləsi yol da yoxdur. Hər şey öz-özünə baş verir, axır gedir. İndi sual yarana bilər ki, bəs onda həyatın mənası nədir? Biz niyə yaşayırıq? Yoxdur mənası. Sən də otursun, ayda, həyat mənasızdır. Belə eləmək lazım deyil. Belə niyə eləyirsən? Çünki sən əvvəlcədən düşünmüsən ki, həyatın ali bir mənası var və bu fikir fiktiv olanda, dağıdılanda sən içində kədər, peşmançılıq hiss eləməyə başlayırsan. Amma bu onunla əlaqəli deyil. Məsələ ondadır ki, bu monoteist dinlərin yürütdüyü bir fikirdir ki, güya həyatın ali mənası var. Çünki insan tələb eləyir və mən deyirəm ki, bunlardan qaçmayın. Deməyin ki, yox, bu belədir, bu düz deyir, bunları rədd eləmək lazımdır. Oynayın. Həyatın mənası var, mən Allaha çatacağım filan. Hər kəs oyun oynayır. Oturub namaz qılır, mən təmizlənəcəm, mən belə eləyəcəm. Mən ona görə heç kəsə müdaxilə eləmirəm. Heç kəsə demirəm ki, bu yalandır filan. Oyna. Nə vaxtsa bezəcəksən. Əzab sonsuz olanda bezəcəksən artıq. Özünə deyəcəksən ki, mən nə ilə məşğulam. Bu da onun kimi bir şeydir. Fərq yoxdur. Bugün sən busan, sabah başqa bir şey olacaqsan. Daosizmdə belə bir hekayə var. Müdrikdir. Nəysə, illər sonra dostu yanına gəlir, görür ki, bu belə əyilib, burası əyilib, çənəsi əyilib, qulaqları belə tökülüb, belə əzilmiş, bükülmüş bir vəziyyətdədir. Deyir, səninlə nə olacaq? Deyir, heç nə, deyir, lazım olsa, deyir, əlimi belə eləyəcəm, ayağımı belə, deyir, xoruz kimi qaldıracam. Deyir, ola bilər Allah məni, nə bilim, xoruza çevirdi, ya başqa bir şey çevirdi. Yəni, narahatçılıq yoxdur da, bunlar hadisələrdir, baş verir elə belə. Sadəcə bizim içimizdəki bu yalancı diskursiv ağlın yaratdığı yapışmaq üçün bioloji istəklərdən, bioloji tələbatlardan, cəmiyyətdə var olmaq üçün yaratdığı mənlik, ego fikri, güya ki konsepsiyası məcburi şəkildə özünü insan sayaraq özünü qorumağa çalışır. Ona görə özünü dərk eləmə, öz içindəki fikirləri araşdırmaqdır, sorğulamaqdır. Düzdür? Sən bunu eləməlisən, yəni. Bunu eləməsən, mən özümü dərk elədim deyə bilməyəcəksən. Sən görəcəksən ki, sən insan deyilsən. Bu qədər sadə. Yəni, görürsünüz, mənim danışdığım çox sadədir də. Yəni, hansı egonu dəf eləmək lazımdır, hara getmək lazımdır, heç də. Amma sistem bu sadəliyi heç cürə qəbul eləyə bilmir. Sakitçilik. Tutaq ki, fikir yarandı. Bəs mənimlə nə olacaq? Həyat nədir? Niyə bunun mənası yoxdur? Niyə məqsədi yoxdur? Sonra nə olacaq? Bəs mən niyə ölməliyəm? Bunlar da nəfsin, egonun yaratdığı fikirlərdir. Qorxudur. Qorxudan bunu eləyir. Sən onun içinə baxsan, görəcəksən ki, onun içində heç nə yoxdur. Boşluqdan əmələ gələn fikirlərdir. Vəssalam. Təbii oynamaq olar. Amma unutmaq lazım deyil ki, bu nəfs yoxdursa, dəf eləməyə, qalib gəlməyə də bir şey yoxdur. Məqsədə çatmaq deyə bir şey də yoxdur. Anlamaq istəyi var. Mən anlamaq istəyirəm. Nəyi, kim anlamaq istəyir? Anlamaq istəyirəm, bilmək istəyirəm. Sual verirsən ki, kim anlamaq istəyir, kim bilmək istəyir? Bax, o qorxan, yazıq, cılız, özünü yazıq, cılız hesab edən, elə deyil, ego. Bəs bu ego hardadır? Nə başdadır, nə bədəndədir, nə beynin içindədir, nə şuurdadır, heç yerdir. Onun sütunu yoxdur. Nə deməkdir? O yoxdur. Deməli, nə istəyir? Bilməyi, anlamaq? Heç nə. Sadəcə gəldi, getdi. Bu qədər sadə. Və məsələ ondadır ki, bizim nəfsimiz, egomuz bu sadəliyi qəbul eləmir. O istəyir ki,
Biz nəfs mərtəbələrindən keçək, biz nələrdən keçək. Ona görə insanlar var ki, 40 yaşına, 50 yaşına çatıb düşünür ki, mən nə vaxtsa Allaha çatacağam, yaxud da ki, mənə bir 5 metr qalır, mənə 10 metr qalır. Deyəndə heç sual vermirlər, Allaha çatmaq necə olacaq, nə cür olacaq. Mən dərindən bunların içinə gedib sual vermirəm ki, sən nəyi nəzərdə tutursan, nə edirsən, çünki mənası yoxdur yəni. İnsanlar bu oyunu oynayır və məsələn, insan kiməsə bir şey eləyir, adətən fikir verin, insanlar kiməsə nəsə eləyir, sonra deyir ki, bu belə deyil də, bu başqasında belədir. Məsələn, sən kiməsə köməklik eləyirsən, o insanlar sənin qədrini bilmir və sən görürsən ki, kimsə sənə köməklik eləyir, sən onun qədrini bilmirsən və o da görür ki, o da kimlərəsə köməklik eləyir, amma onun qədrini bilmirlər. Diqqətlə baxsa da görəcəksiniz ki, insanlar arasında belə bir-birinə oxşar şeylər var və biz korane olaraq görmürük. Görmürük yəni belə şeylər. Və düşünürük ki, biz əzab çəkirik, bizim qədrimizi bilmirlər. Amma özümüzün nə dərəcədə egoist olduğumuzu, digərlərini görmədiyimizi görmürük. Adətən insanlar, məsələn, adamlar deyir, mən kömək elədim qədrimi. Sən niyə görə köməklik edirsən? Çünki sən bilirsən ki, lazım olmaq istəyi, sevilmək istəyi sənin egona köməklik edir. Bir tərəfdən sən nə qədər şikayət eləsən də sən xoşun gəlir ki, insanlar sənə zəng eləyir, səni axtarır, kömək istəyir. Çünki sənin egon bunun üzərində qurulur. Və adam deyir ki, yox, mən bunu eləməyəcəm, rədd olun, gedin, mən tək qalacam. Hara qədər? Sən nə edirsən? Sən iblisin iki şeyində deyirsən. İblis deyir, insanlara kömək elə, yardım elə, xilas elə. Sonra deyir, tək ol, heç kəsə işini eləmə. 1, 2, 1, 2, 1, 2. Hardasan? Sən onun tuzakının, yalanının içindəsən. Çünki sən özünü bilmirsən, sual vermirsən, müşahidə eləmirsən ki, bu ağıl necə işləyir, nə cür işləyir, necə aldadır səni. Onda sən deyə bilərsən ki, mən özümü dərk eləməyə başlayıram ki, məndə nə baş verir. Görürsünüz, mənə artıq danışmaq da çətindir, çünki mən ehtiyac duymuram danışmağa. Ehtiyacım yoxdur. Sən bir şey eləmək də istəmirsən. Sadəcə başa düşürəm ki, bioloji sistemdir, şəxsiyyət olmalıdır cəmiyyətdə. Bunun bir yaddaşı var, bunun bir hekayəsi var. Ona uyğun yaşayır. Yavaş-yavaş nəsə eləyir də. Bu qədər. Və populyarlaşmaq, nəsə eləmək istəyi də yoxdur. Əvvəl məsələn videolar çəkirdim ki, yəni insanlara nəsə çatdırım, sonra dedim, yəni lazım deyil də adamlara. Lazım deyilsə lazım deyil. Bu qədər çalışın, öz içinizə baxın.